Biz bir-birimizi niyə anlaya bilmirik Aqil müəllim yollarda? Burada əslində Sabir bəyə təşəkkür edirəm. Çox önəmli məqama toxunub bu barədə. Buyurun. Fəlsəfi sualdır. Fəlsəfi sualdır. Niyə bir-birimizi çox vaxt anlaya bilmirik? Söhbət deməli ailədə olan, uşaqlıqdan olan tərbiyədən gedir, mədəniyyətdən gedir. Ceyhun, deməli bax bu vəziyyəti düzəltmək üçün bir təklifim də var. Deməli səndə də yəqin ki olub ki, hər birimizdə elə olub ki, ətrafımızda kimsə çox belə özünü biabırçısına manevr edərək gedir və deyir ki, ayda yol polisi olsaydı onu cəzalandırardı. Olub olmayıb. Olub o qədər olub. Amma dərd orasındadır ki, yol polisi olanda bunlar heç vaxt bunu etmirlər. Sözümün canı nədir? Azərbaycanda gizli polis çatışmır. Gizli yol polisi çatışmır. Niyə? Bunlar yol polisini uzaqdan hiss eləyirlər. 1 kilometrdən hiss eləyirlər ki, cavan serjant maşından gəlir, özlərini yığışdırırlar. Amma elə ki, ətrafda radar yoxdur, yol polisi yoxdur, başlayırlar oyun çıxartmağa. Buna görə gizli polis olsa çox yaxşıdır. Bu da mən deməli Amerika kəşf eləmirəm. Ölkələrin çoxunda, xarici ölkələrin çoxunda gizli polis var. Mən Aqil müəllim bir məsələni qeyd edəcəm. Hardasa razılaşıram, hardasa da biraz, yəni mən düşünürəm ki, yəni niyə bizə kimsə nəzarət eləməlidir? Biz özümüz öz qaydamızı bilsək, yollara, digər hərəkət iştirakçılarına hörmət eləsək, valla bizə nəzarət də lazım deyil. Ceyhun, sualının cavabı belədir. Buyurun. 60%, 70% sürücülərimizdə həmişə demişəm, normal sürücülərimiz var. Heç bir nəzarət lazım deyil. Onların daxilində elə bir polis var və nəzarət edən polis var. Məsuliyyətli də adamlar. Amma 20%, 25% dünyanın istənilən ölkəsində ipə sahba yatmayan insanlar var. Onlar cinayət də törədirlər, yol hərəkəti qaydasında pozurlar. Amma elə aləmi qaçışdırırlar ki, şəhərimizə gələn qonaqlar belə təsəvvür yaranır ki, yollarımızda hər şey pisdir. Çünki bunlar çox biabırçı eləyirlər. Gizli polis ona görə lazımdır ki, təkcə həm də sürücülər də bilsinlər ki, aramızda gizli polis var. Onda fikirləşəcək ki, adi maşında birdən polis olar, oyun çıxardaram, birdən görər. Yəni bu qurumun, bu gizli polis şöbəsinin olması artıq olması, onu çəkindirəcək. Olmasın. Adı bir dənə olsun ki, çəkindirəcək onu. Belə bir şey var ha. İnanın ki, sürücülərin o biabırçıcasını sürən sürücülər özlərini yığışdıracaqlar.